Qax rayonunun Çüdürlü kəndi hər zaman zəhmətkeş, dövlətinə və xalqına bağlı insanları ilə seçilib. Bu gözəl kəndin yetişdirdiyi dəyərli şəxslərdən biri də öz fədakarlığı, dürüstlüyü və nümunəvi fəaliyyəti ilə tanınan iş adamı Taleh Qurbanovdur. O təkcə işgüzarlığı ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə ətrafında böyük hörmət və etimad, rəğbət qazanıb. Taleh Qurbanov uzun illərdir sahibkarlıq sahəsində ardıcıl, planlı və prinsipal fəaliyyət ilə seçilir. Onun gördüyü işlər həm yerli iqtisadiyyatın inkişafına, həm də insanların rifahına müsbət təsir göstərir. Taleh bəy işində məsuliyyətli, qərarlarında qətiyyətli, əməkdaşlarına qarşı isə diqqətli və qayğıkeş bir rəhbər kimi tanınır. İctimai fəallığı ilə seçilən Taleh Qurbanov kəndinin və rayonunun problemlərinə biganə qalmır, məhəllə abadlığına, sosial layihələrə və xeyriyyə təşəbbüslərinə daima dəstək olur. İnsanlara yardım etmək onun üçün sadəcə bir vəzifə deyil, daxili, mənəvi borcudur. Bu səbəbdən də Taleh Qurbanov həm Çüdürlü kəndində, həm də bütün Qax rayonunda nümunəvi iş adamı kimi dəyərləndirilir. Əməksevərliyi, sadəliyi, geniş ürəyi və vətənpərvər mövqeyi ilə seçilən Taleh Qurbanov kimi dəyərli insanların fəaliyyəti bölgənin inkişafına böyük təkan verir. Onun uğurları həm gənclər üçün nümunə, həm də sahibkarlıq sahəsində çalışan hər kəs üçün motivasiya mənbəyidir. Taleh Qurbanov öz zəhməti ilə hörmət qazanan, insanlara dəyər verən, kəndinin və rayonunun inkişafı üçün çalışan dəyərli bir iş adamıdır.